Salam şagirdlər, bugünkü mövzumuz həndəsə optikadır. Həndəsə optikada 3 dənə başlığımız var. 3 dənə başlıq altında öyrənəcəyik. Əslində biraz başlıqlar uzundur, amma inşallah bacardığımız qədər sürətli şəkildə keçməyə çalışacağıq. Birinci başlığımız həndəsə optikanın qanunlarıdır. 2 güzgülərdir, 3 linzalardır. Bu 3 dənə başlıqdır, ana başlıq. Başlayaq birinci qanunlardan. Həndəsə optikanın qanunları. 3 dənə qanun var. A. İşığın düz xətt boyunca yayılma qanunu. İşığın düz xətt boyunca yayılma qanunu. Həndəsədən bildiyiniz o şua mövzusu var idi ki, mənbədən başlayır, başlanğıcı var və sonu yoxdur, düzdür? Şua bu şəkildə tərif verirsiniz həndəsədə. Fizikada da işıq şuasının əslində forması bu şəkildədir, adi bildiyimiz şua formasındadır. Yəni, məsələn, günəşdən, təbii işıq mənbəsindən işıq başlayır və düz xətt boyunca yayılır. Bunu təsdiqləyən hadisələrdən ən sadəsi bizim gündəlik gördüyümüz nədir? Kölgədir. Kölgənin yaranmağı, işığın düz xətt boyunca yayılmağını nə edir? Seymar təsdiq edir. Məsələn, deyək ki, hündür bir binadır və ya bir dirəkdir, düzdür? Burada günəşdən şualar gəlir. Günəşdən gələn şualar qarşısına maneə çıxanda, təbii ki, maneənin arxasında bir kölgə əmələ gəlir, elə deyilmi? Yəni, bu deyək ki, binadır, bir cisimdir, ya ağac ola bilər, fərqi yoxdur. Buradan günəşdən gələn şualar burada artıq bu maneəni keçə bilmir. Və avtomatik olaraq bu maneənin arxasında kölgə əmələ gəlir. Deyək ki, bunun öz hündürlüyü h-dır bu cismin. Kölgəsinin hündürlüyü, uzunluğu daha doğrusu, l-dir. İndi buradakı bucağın tangensi nəyə bərabər var? Tangensi alfa bərabərdir. H bölünsün. Elə. Bəs mənim buradan harada istifadə edə bilərik? Məsələn, bunu nədə istifadə edə bilərik? Bunu adi oxşarlıqdan bilirsiniz də. Misal üçün, bu qələmin kölgəsinin uzunluğunu ölçdün, düzdür? Məsələn, deyək ki, hündür bir binanın hündürlüyünü ölçmək istəyirsən. Nə edə bilərsən bunun üçün? Qələmin kölgəsinin uzunluğuna nisbətini, binanın kölgəsinin onun uzunluğuna nisbətini istifadə edə bilərsən, düzdür? Ona görə belə bir şey yaza bilərik də, məsələn, H1 bölünsün L1 bərabərdir. H2 bölünsün L2. İxtiyari iki cismin kölgələrinin, yəni özlərinin hündürlüyünün, kölgələrin uzunluğuna nisbətləri bərabər olması lazım ifadə edir, deyil mi? Bildin mi? Çünki amma nə zaman edə bilərsən bunu? Eyni anda. Yəni, bir saat sonra eləsən, çünki kölgənin uzunluğu dəyişəcək. Günəşin axı yer kürəsi sıfırlandığına görə, bucaq dəyişdiyinə görə kölgənin uzunluğu da dəyişəcək. Eyni anda ölçməlisən onu. Yəni, birini indi, birini 5 saat sonra yox. Bildiniz mi nə demək istədiyim? Və son, yəni bu oxşarlıqdan istifadə edib cisimlərin uzunluğunu ölçə bilərik. Binaların hündürlüyünü, dirəklərin hündürlüyünü ölçmək mümkündür. Birinci qanunumuz bu. Çətin bir şey var mı? Həndəsə optikanın birinci qanunu işığın düz xətt boyunca yayılma qanunudur. Gəlin ikinci qanuna. Bunu pozunu qeyd elədinizsə. İkinci qanun yazılıq bir yerdə işığın qayıtma qanunu. İşığın qayıtma qanunu B. Şəffaf olmayan səthlərdən işıq şüası bəzən geri qayıdır. Düzdür mü? Məsələn, güzgünün üzərinə işıq şüasını saldın, lazer ifadəsində baş verir. Geri qayıdır da işıq şüası, elə deyil mi? Və o işığın qayıtma qanunundan bağlı belə bir məsələ var ki, çox sadə bir qanundur əslində. Deyək ki, buradan bir dənə işıq şüası gəlir. Və buradan belə qayıdır. Səthin normalı nə idi, xatırlayırsınız? Səthin normalı nə demək idi? Səthə endirilmiş perpendikulyara səthin normalı deyilirdi, xatırlayırsınız. İndi dostlar, bu şua, buradan gələn bu şua nədir? Bu düşən şuadır. Bu qayıdan şuadır. Düşən şuanın səthin normalı ilə əmələ gətirdiyi bucaq alfa olsun, qayıdan şuanın səthin normalı ilə əmələ gətirdiyi bucaq beta olsun. Buna alfaya deyirlər dostlar. Düşmə bucağı, yəni bir şuanın düşmə bucağı deyiləndə Emil, haradan götürürsən onu? Düşən şua tərəf. Düşən şuanın hara qədər olan bucaqdır? Normala qədər olan bucaqdır. Yəni düşmə bucağı deyilsə, düşən bucaq deyil. Düşmə bucağı deyilsə, düşən şuanın normal əmələ gətirdiyi bucaqdır. Beta nədir burada Seymar? Beta da qalxan şua. Qalxan şua. Qayıdan nə? Qayıtma bucağı.
Və qayıtmanın qanunu çox sadədir əslində. Qayıtma qanunu budur ki, dostlar, alfa bərabərdir beta. Düşmə bucağı qayıtma bucağına bərabərdir. 45-45 olmayacaq da, bərabərdir deyil fasilə. Çətin bir şey varmı? Məsələn, bura 30 dərəcədirsə, burada 30 dərəcə. Həmən sizə bir sual cəlal. Məsəl üçün deyir ki, düşən şüa səthlə 40 dərəcə mənə gətirir. Bax, suala diqqətlə qulaq asın. Düşən şüa səthlə 40 dərəcə mənə gətirir. Düşən və qayıdan şüa arasındakı uzaq tap. 50. 100 olacaq. Sual dinlədin mi? Düşən şüanın səthlə mənə gətirdiyi uzaq 40 dərəcədir və deyir ki, düşən şüa ilə qayıdan şüa arasındakı uzağı tap. İndi sizə başqa bir sual, yəni onu burada çəkimini işləyək bir yerdə. Məsələn, deyək ki, yəni bu şəkildə çəkək burada. 2 dənə güzgü, bu birinci güzgüdür, bu ikinci güzgüdür. 2 dənə güzgü perpendikulyar formada yerləşdirilir. Perpendikulyar formada yerləşdirilir. Və bizə deyir ki, buradan birinci güzgünün üzərinə güzgü ilə 30 dərəcə əmələ gətirən bucaq altında bir şüa düşür. Sual budur. İkinci güzgüdən qayıtma buzağını hesablayın. Çox gözəl sual. Çox yəni, sualı tərcüməməkdən başqa heç nə yoxdur. Amma qəşəng sualda əla sualdır. Sual təzədən soruşuram. Deyir ki, birinci güzgüyə gördüyün kimi burada dərəcə yaxşı görünür deyəsən bir dəqiqə. Birinci güzgüyə düşmə bucağı, mən də deyirəm deyim yeni yanlış. 30 dərəcədir və sual budur ki, ikinci güzgüdən qayıtma buzağını hesablayın. Birdən belə xətt çəkək. Əvvəlcə xəttimiz çəkək, çünki buradan qayıtma qanunu bilirik də. Buradan bu şəkildə gəldi, bura düşdü, düzdür? Buradan təzədən rekaşet belə. Doğrudurmu? Əvvəlcə həndəsi olaraq, yəni xəttlərimizi çəkdik, sonra bucaqları qoya bilərik. İndi bura 30-dursa bura? 30-dur. Bura 30-dursa bura 60-dır. Bura 30-dursa bura 60-dır. Bizə nəyi soruşurdu? Deyir ki, ikinci güzgüdən qayıtma bucağı. Qayıtma bucağı nədir? Qayıdan şüa ilə normal arasında. Qayıdan şüanı çəkmişəm. Sətin normalını çəkək. 120 bölü Sətin normalını çəkək. 180-120 bölü. Bura nə qədər olacaq onda bura? 30. 30 bura. 30. Və qayıtma bucağı nə bura? Hər ikisini bir yerdə toplanır. Yox, mən soruşdum axı ki, qayıtma bucağı nə qədərdir? Bax, ona görə çəkdim ki, bu nümunəni. Ola bilər ki, yəni asandır. Həndəsi olaraq edəcəyiniz 30-un yolu, bura 30-dur, bura 60-dır. Axı, qayıtma bucağı, düşmə bucağı deyiləndə səthlə yox. Normaldır əmələ gətirdiyi bucağa baxırsan. Bura 60-dırsa ağoş, ora nə qədərdir? 30 dərəcədir. Avtomatik onsuz da düşmə bucağı ilə qayıtma belə, buranı tapsam bəs eləyir əslində. Zaten bura 30-sa, bura da 30-dur. Böyle bir ki bu şeyin alfa ile beta beraberse aşağılar da beraber olacak. Aşağılar da zaten beraber olacaq. Sıxıntı yoxdur. Mən demək istədiyim şey başqadır. Yəni cavabı 60 yazılmazsa, bildinmi? Bura 60-sa bura 60 olacaq. Sən dediyin tamamilə doğrudur, amma bucaq o deyil, cavab o deyil. Cavab normal əmələ gətirdiyi bucaq. Çətin bir şey var mı dostlar? Bəli, varsa əla. O zaman qalsın. O zaman qalsın. Kalsın. O zaman qalsın. Qeyd elədinizsə buranı da pozum. Keçək 3-cü qanunumuza, sonuncu qanun. H1 bölü 1, H2 bölü 2 əsas seviyyə hesablanır. Yəni bir dənə Oxşarlıq da var. Başqa. Yəni qələmin uzunluğunu verəcək, məsələn kölgəsini verəcək, deyəcək ki, məsələn binanın hündürlüyünü ölçmək üçün bir də binanın başına sıxma ehtiyac yoxdur da. Qələmin kölgəsini onun uzunluğuna böl. Binanın kölgəsində binanın hündürlüyünə böl vəssalam. Çünki kölgəni ölçə bilərsən də yerdədir. Düzdürmü? Ən azından horizontaldır. İndi sonuncu qanunumuz dediyim kimi nədir? S qanunu. Haldır. S qanunu sınma qanunu. İşığın sınma qanunu. Sən qanunu. İndi dostlar, sınma qanunun özünə gəlməzdən əvvəl burada bir dənə parantez açıb sındırma əmsalı ilə tanış olaq. Nə oldu? sındırıcı sözlər. Sındırıcı sözlər. Burada sındırma öyrənəcəyik dostlar. Sındırma əmsalı ilə tanış olaq dostlar. Biz bilirik ki, elektromaqnit dalğa, işığın özü də nədir? Elektromaqnit dalğadır. Düzdür? Yadınızdadır, elektromaqnit dalğanın növləri var idi. Radio dalğa, infraqırmızı görünən. İşıq nədir? Elektromaqnit dalğadır. Elektromaqnit dalğanın yayılma sürəti nə qədər idi? Var. 3 vurulsun olsa ki, C hərfi ilə işıq sürətinə işarə olunur. Xatırlayırsan mı Zeynə? Hardakı sürət idi bu? Günəş. Vakuumdakı sürət. Amma bir mühitdən, deyəcək, yəni vakuumdan hər hansı bir mühitə keçəndə Dəyişmir. işıq sürəti
Dəyişir. Dəyişməyən period. Tezlik, period, omega. Omega'da. Amma sürət dəyişir. Vakuumda C ilə yayılır, məsələn, hər hansı bir mühit daxilində V olur. Və neçə dəfə zəiflədiyini göstərən kəmiyyətə sındırma misalı deyirəm. Bu qədər sadə. Yəni ki, qısacası N bərabərdir dostlar. N bərabərdir C bölünsün V-yə. C bölünsün V. Bu nə deməkdir? Məsəl üçün, burada bir mühitimiz olsun deyək ki. Buradan işıq şüası gəlir. Buradan keçir, belə bu şəkildə davam edir, düzdür? Bu mühitin sındırma əmsalı N-dir. Burada işığın sürəti C-dirsə, avtomatik buradakı sürəti olacaq V-dir. Həmin o V nəyə bərabərdir? Ay, sol, C bölünsün N-ə. Yəni ki, mühitin sındırma əmsalı dəfə kiçilir və Sındırma misalıdır. Ay, sol, burada N sındırma əmsalıdır. Sındırma əmsalıdır. Vahidi yoxdur. Vahidi yoxdur, problem çoxdur. İşıq sürəti, yəni işıq sürəti özü vakuumdakı sürətdir bu. Vakuumda. Bu isə nədir? Mühitdəki sürət. Mühitdəki sürət. İndi ifadə məsələn maraqlı sual tiplərindən birində deyim burada Emilcim. Deyək ki, bu mühitin, məsələn şüşədir düşün ki, qalın bir şüşədir düzdür. Bu mühitin qalınlığı, bu şüşənin qalınlığı D olsun. Bizə deyir ki, avaş, işıq şüası bunun içərisində nə qədər müddətə keçər? Sual budur. Biz məsafə, sürət arasındakı əlaqəni bilirik, bərabər sürətlər. D bərabərdir, V vurulsun. Ay maşallah, V vurulsun. Amma V-nin yerinə yaza bilərəm? C bölünsün, onda belə bir şey yaza bilərəm də, düzdür? D bərabərdir C vur T böl N. Belə bir üstür yaza bilərəm. Çünki bəzi suallarda lazım olacaq, şüşənin qalınlığı da veriləndə. Buradan nə görürük əslində? T-ni çıxarsaq, cavab T nəyə bərabərdir burada? D bölünsün. D vurulsun N. Bölünsün. Orada V-ni C bölünün əvəz elədik. V-ni C bölünün əvəz elədik. Aşağıda işte yani normal dediğimiz T beraber S bölünsün T. S bölünsün. D bərabərdir S bölünsün T. D, yəni ki, S-in yerində D durur da. Bütün V-lər S bərabərdir V-dir, eyni şey. Sadəcə məsafə, qalınlıq fərqlənsin deyə D ilə göstərilir. Buyur qadası. Nəsə, deyirəm elə adi düsturu yazaq, V-ni də C bölünün. Və sonunda, sadəcə dediyim ki, tanış ol ki, belə sual tipləri görəndə sənin üçün rahat olsun. Sındırma sayını öncə tanış ol. D məsafə. D məsafə, qalınlıq. Yəni, bəzən düşən qalınlığı deyirlər. Ya da mühitin qalınlığı. Yəni, sən dediyin kimi məsafədəsin. İndi dostlar, bir mühitdən digərinə keçəndə tezlik dəyişmir demişdir, deyil mi? Sürət nə edir? N dəfə azalır. İndi bir dənə fikir ver düstura. Bir dənə burasına diqqətlə bax. C bərabərdir, lambda vurulsun növ düsturunu xatırlayaq. Bir mühitdən digərinə keçəndə tezlik dəyişmir uşaqlar. Tezlik dəyişmir. Sürət N dəfə azalırsa, o zaman dalğa uzunluğu da N dəfə azalır. Ona görə də sındırma əmsalı ilə bağlı belə bir şey də yaza bilər. Yəni N bərabərdir C bölünsün V və ya lambda 0 bölünsün lambda. Lambda 0 nədir burada? Vakuumdakı başlanğıc, yəni vakuumdakı dalğa uzunluğudur. Lambda mühitdəki dalğa uzunluğu. Yəni demək istədiyim odur ki, sürət N dəfə zəifləyirsə, eyni zamanda dalğa uzunluğu da N dəfə zəifləyir. Dalğa sınmış sayılır. Yəni ki, dalğa, məsələn, belə düşün, 10 metrlə yayılırdı, dalğa uzunluğu 10 metr idi. Hər hansı bir mühitə girəndə sıxlaşma baş verir, çünki mühit ona mane olur. N dəfə azalır dalğa. Sıxlaşma onda sürət də azalır. Sürət azalır, bəli. Sürəti də azalır, çünki mane artır. Bu, Fuad belə bir şey də deyim, ümumiləşdirici olsun sizin üçün. Səs dalğasından işıq dalğasının fərqi buradaydı. Səs dalğası vakuumda yayılanmırdı, ən yaxşı harda yayılırdı? Qazda, metalda. Bərklərdə yayılırdı, bəli. Ən az, yəni vakuumda heç yayıla bilmirdi, amma elektromagnetik dalğa tərsinədir, ən yaxşı vakuumda yayılır. Və mühitə keçdiksə, məsələn, maye daxilində. Elektromagnetik hansıdır, məsələn, gördüyümüz işin? Gördüyümüz işığın özü elektromagnetik dalğadır. Bizim istifadə edildiyimiz Wi-Fi dalğası elektromagnetik. Bütün o elektromagnetik dalğa silsiləsi var, Lijuk yazmışıq. Radio dalğa infraqırmızı görünən ultrabənövşəyə, rentgen qanunu. Hamısı elektromagnetik dalğadır. Sadəcə biz indi burada optikadan danışırıqsa, gördüyümüz şüalardan danışırıq. Yəni ki, sadəcə o G hərfinə baxırıq. Lijugun G-sına bax. Qeyd elədinizmi? Evet. Əla, indi sındırma qanununa keçə bilərik. Pozuram buranı.
Sındırma qanunu məlumatları. Bütün söhbətlərdə keçərdik. Sındırma əmsalı istifadə edə bilərsiniz. Baxın da görə yarayır mı? İlk öncə Lazerlə gedir. Bu görək qayıdacaq mı alnından? Qayıtmasa çünki sənin alnın getdi. Yəni oradakısından bir sınma qanununa başlayaq. Mən özüm də saç tərəzici oldu. Deyək ki, bu səfər artıq şəffaf bir mühitə keçəcək. Məsələn, hər kəsin bildiyi bir nümunə var da. Məsələn, qaşığı çaya salırsan və qaşığın çayın daxilində biraz sanki sındığını görürsən. O görüntü haqqında əslində bu gün danışacağıq. Və şəffaf olan bir mühitdən digərinə keçir, məsəl üçün işıq şüası. Yenə səthin normalını çəkək. Alfa, bura beta. Birinci mühitin sındırma əmsalı olsun N1, M'cim, ikinci mühitin sındırma əmsalı olsun N2. Müxtəlif sındırma əmsallarına malik mühitlər bu düzdür. Bir mühitdən digərinə keçmək buna deyirlər. Və bir mühitdən digərinə keçərkən dostlar, yenə alfamız burada nə adlanır səncə Emil? Düşən şüadırsa, düşmə bucağı olacaq, düzdür? Bu sınma bucağı. Onda tərif kimi desək, yəni qalıcı olsun beyninizdə, düşən şüanın yenə qayıtma qanununda kimi normalla əmələ gətirdiyi bucağı, düşmə bucağı, sınan şüanın normalla əmələ gətirdiyi, burada normaldan bucağı hesablamaq çox önəmlidir. Normalla əmələ gətirdiyi bucağı nə deyirlər? Beta deyirlər, sınma bucağı deyirlər, beta deyirlər. Siz daha yaxşı bilirsiniz, gəl davam edin. İndi dostlar, sınma qanununu yazırıq. Sinus alfa, düşmə bucağının sinusunun sınma bucağının sinusuna nisbəti bərabərdir. Nisbi sındırma əmsalı, yəni N2 bölünsün N1. İndi N2 bölünsün N1 yazmışamsa, sürətdən necə olacaq burada? S2 bölünsün. S2, S-lər eynidir. S demələ V-dir. N2 V2 bölünsün V1 olacaq. V1 bölünsün V2 olacaq. S Niyə? bölünsün üstü. Təslim yazıbdır. Azalation, nə azalation o bilmir yəni. V1 bölünsün V2 bilmir yəni. Bərabərdir. Nə yazaq verəm? Lambda 1 bölünsün lambda 2. YouTube'da bu sənə sürətini zəiflədir. X bölü 2. Mən indi çatdı X. Mən deyirəm X hardan gəldi? Yəni bəlkə lambda X. İndi dostlar, sınma qanununun ümumi ifadəsi bu şəkildədir. Bunu bir çərçivəyə götürək. Dostlar, sınma qanununun ifadəsi orijinal formada bu şəkildədir. İndi bir bağlasın buradan sonra biraz fəlsəfə başlayıb. Burada diqqətinizi istəyəcəm. Sevmə biraz diqqətlə qulaq. İndi baxın dostlar, alfa böyükdür yoxsa beta böyükdür? Alfa daha böyükdür. Hardan bilirəm alfanın dəqiq olaraq böyük olur? Çünki bu şüa əslində belə getməli idi, düzdür? Yəni alfa ilə bura bərabər olmalı. Bura alfadır bütöv. Deməli alfa betadan böyükdür. O zaman belə bir şey yaza bilərəm də. Bunu qeyd kimi yazaq dostlar. Qeyd kimi. Bu halda alfa betadan böyükdür. İndi qulaq as. Alfa betadan böyükdürsə, hansı daha böyükdür bunlardan? Beta. Alfa çox çəkir. Alfa betadan böyüksə, beta böyük məndir. Mən bilmirəm. Sinus artan funksiyadır. Onu demirəm, başqa siz onu girirsiniz, çox da artan funksiyadır, trigonometriya evdə qalır. Alfa betadan böyüksə, bunları soruşam. Heç kim baxmır, nə soruşduğumu bilmir, cavab verir. Alfa betadan böyüksə, bilmirəm. N2 də, aloş, avtomatik olaraq N1-dən böyük. N2 də N1. İndi burada bir dənə cümlə yazacaq, bunu qeyd edək. Bir cümlə yazmalıyıq burada. Əgər işıq şüası optik seyrək mühitdən əgər işıq şüası optik seyrək mühitdən optik sıx mühitə keçərsə, optik seyrək mühitdən optik sıx mühitə keçərsə, bu zaman normala yaxınlaşır. Optik seyrək mühitdən optik sıx mühitə keçərsə,
bu zaman normala yaxınlaşır. Normal. Normala yaxınlaşır deyəcəm, izahını verəcəm, cümləmizi yazdıq. Uşaqlar, optik sıx, optik seyrək nə deməkdir? Sadəcə bir məsələdir var. Sındırma misalı böyük olana optik sıx deyirlər, kiçik olana optik seyrək deyirlər. İndi bir dənə fikir versək var. N1, N2-dən balacadır, düzdür? N2 daha böyükdür. Ona görə buna optik seyrək deyirik. Yəni bura nəzərə. Bu optik sıxdır. İndi nə baş verdi? Sınma bucağı düşmə bucağından daha kiçikdir. Fikir verirsə, şua normala nə arif burada? Yaxınlaşıb. Normala daha çox yaxınlaşmayıb mı? Yəni burada yazdığım bu şeyin var, hansı ki siz özünüz dediniz ki, alfa betadan böyüksə avtomatik N2 N1-dən. Onsuz da düsturdan görürsən o cümləni. Sadəcə bu cümlə biraz suallarda zadda beyin qarışdıra bilir deyə yazdırdım ona əlavə. Amma zaten sən düsturu yazsan özünü çıxaracaqsın. Alfa betadan böyükdür, N2 N1-dən böyükdür. Deməli optik seyrəkdən sıxa keçəndə işıq şüası normala yaxınlaşır. Yəni beta daha kiçik olmalıdır. Düzdür? Tərsi olsa, indi gəlin tərs vəziyyətə baxaq. Yuxarı beta. Bunları yazmışsınızsa pozun. Olar mı bunu pozaq? Bəli. Yeni şəffaf mühitimiz var burada deyək ki. Sərfini almaqla çəkdik. Çəkə bilərsiniz siz də. Düşmə bucağı, sınma bucağı, birinci mühitin sındırma misalı N1 olsun, ikinci mühitin sındırma misalı N2 olsun. İndi Cəlal, alfa böyükdür burada, beta böyükdür. Beta daha böyükdür. Beta daha böyükdürsə, N1 daha böyükdür. Onu da yazırıq. Alfa betadan kiçikdirsə, alfa betadan kiçikdirsə, N2 də N1-dən daha kiçikdir. Sınma qanunu düsturu bu da əsas budur. Qanun. Bunlar da hallarda, xüsusi hallara baxırıq sizinlə birlikdə. İndi cümləmizi qura bilərik. Sən cümləni qura bilərsən mi Seymur özün? Bayaqki cümləni necə quracaq? Bir düşün. Əgər işıq şüasında optik sıx mühitdən Optik sıx mühitdən Optik seyrək. mühitə keçərsə, o zaman Normaldan normaldan uzaqlaşır. möhtəşəmsiniz. Bəli, yazırıq. Əgər işıq şüası halaldır, əgər işıq şüası fikir ver bura. Optik sıx mühitdən optik seyrək mühitə keçərsə, əgər işıq şüası optik sıx mühitdən optik seyrək mühitə keçərsə, bu zaman normaldan uzaqlaşır. Dediyim kimi, Ben normal dediğiniz şey yok. normal dediyim xətt Ben səthə onsuz da belə də qoyan uzaqlaşmış yani. yox, normalı belə qoyanda səthdən uzaqlaşmır mı? Normal buradır. Aha. Amma səthdən baxsan, səthdən olan bucaq burada daha böyükdür, burada daha kiçikdir, görsən. Səthlə bağlı cümlə tərsi olacaq. Ona bir ehtiyacımız yoxdur. Hər şeyə nəyə görə baxırıq biz? Normala görə baxırıq. Dediyim kimi dostlar, bir şey deyim, cümləni yazdırmaqdakı məqsədim bunu bilməyəsiniz deyə deyildi. Sadəcə cümlə biraz terminologiya zad var da, optik sıx seyrək çaşmayasan deyə qeyd edirəm. Sadəcə nə lazımsa, onu əzbərləməyə ehtiyac yoxdur. Bu düsturu yazırsan, yəni bir dənə burasını bilməlisən ki, istiyorsan, burasını yadda saxlasınız bəsdir. Zaten 2/1 yazan kimi o birisi gəlir arxası, çünki bilirsən ki, tərs asılır. Düzdür? Bu düsturu yazan kimi özün fikirləşlə. Məsələn, sıxda birinci mühit budur. Sıxdan seyrəyə keçirsən. Deməli, bu N1 N2-dən daha böyükdür. N1 N2-dən böyüksə, beta da alfadan böyükdür. Ona görə normaldan uzaqlaşacaq. Bu qədər sanadır. Özün o düsturdan evdə vaxt olduqsa bir baxın düstura. O fəlsəfəni gör özün eləyə bilirsən. İndi burada bir maraqlı bir şey gəlir. Maraqlı bir şey olacaq dostlar. Mən düşən şuanın bucağını artırsam, nə baş verər Seymur? Məsələn, deyək ki, düşən şuanı buradan yox, biraz daha belə bucaqla göndərsəm, bu hardan gedər? Biraz da şey. Biraz belə gedər, düzdür? Sınma bucağı da artar. Biraz da artırsam, normalla perpendikulyar olar, düz deyirsən. Normalla, yəni səthə paralel gedər. Biraz da bucağı artırılama baş var. Elə bir ki, elə bir an gəlir ki, bucağı artanda artıq səthə
paralel gedir dostlar. Səthə paralel gedir. Bu hal üçün ayrıca bir üstur alacağıq sizlə bir yerdə uşaqlar. Bu sonuncu halı, burada şəkil biraz qarışıqdır deyə onu təzədən çəkəcəm. İstəyirsiniz siz də şualar elə belə bir yəni qırmızı rənglə zaten göstərin ki, yəni bucağı artırırsa sınma bucağı da artır. Elə bir an gəlir ki, şua səthə paralel gedir. Bu sol tərəfi yazmışsınız da buranı pozaq. Bu şəkili, yəni şuaları biraz göndərdik. O sonuncu halı Cəlal təzədən çəkəcəm. Sonuncu halı təzədən işləyək. Sonuncu halımız necə idi? Deyək ki, burada düşən. Ay, sosiyyətə paralel. Buradan düşən şua belə düşdü. Və buradan səthə paralel getdi bu şəkildə. İndi dostlar, bu mühit sındırma misalı en olan hər hansı bir mühitdir. İkinci mühit olsun hava. Uşaqlar, havanın sındırma misalını şərti olaraq bir qəbul edirlər. Biz adətən şuaları havadan gördüyümüzə görə düzdür. Havadan göndəririk əsas şuaları. Hava sındırma misalını necə qəbul edir? 1-ə bərabər olur. Sürət bərabər olur onda. Necə sürət? M1-sə yəni SV-yə bərabər olur da. Demək ki, işıq sürətinə yaxın sürətlə gedir də, havadan düz deyirsən. Bərabər olur deyirsən, nəyə bərabər olduğunu demirsən, bərabər olur. Özünü tapmaya. Yaxşı fəlsəfədir, yəni havada işıq sürətinə yaxın götürə bilirik. Çox cüzi miqdarda vakuumdan fərqlənir. Ona görə də havanın sındırma misalı 1 qəbul edilir. İndi bu mühitin sındırma misalı n-dir, bilmirəm hər hansı bir mühitdir. Hər hansı sındırma misalına malik mühitdən, sanki vakuuma keçir də, məntiqlə düşün, sındırma misalı kiçik olan mühitə gedəndə işıq şüası uzaqlaşmalı həqiqətən də. Normaldan uzaqlaşmalı. İndi gəlin bu bucağa xüsusi ad veriblər, hansı ki paralel gedəndə. Buna alfa 0 deyirlər. Sınma bucağı nə qədərdir? 100. Sınma bucağı. Normal əmələ gətirdiyi bucaq, o zaman gəlin sınma qanunumuzu yazaq. Sınma qanunu tərdir. Sinus alfa bölünsün, sinus beta bərabərdir. N2 böl. Sinus alfa nədir? Sinus alfa nədir? Sinus alfa 0. Bölünsün sinus 90. Sinus 90 bərabərdir. İkinci mühit bölünsün. İkinci mühitin sınırma misalı neçədir? 1. Birinci mühit n. Sinus 91'dir. Alırıq ki sinus alfa 0 bərabərdir. 1 bölünsün n. Burada dostlar alfa 0'a bir ad verdik. İndi sənə bir sual verim. Bu uzağı biraz da artırsan ne olar? Belə də olur. Yəni, yeniyyət, nə olar? Ona nə deyirlər? Böyüyər. Düşmə bucağı. Yox, hər şey düzdür, adını qoy da, yəni. Biraz da bucağı artırsan bu şah neyniyər? Başqa mühitə keçər. Başqa mühitə. Qalxar. Qaydar. Qayıtmadır, qayıtma halıdır. Bucağı biraz da artır. İndi paralel gedir, biraz da artırsan qaydar. Ona görə də uşaqlar, alfa 0'a bir ad veririk. Tam daxili qayıtmanın limit bucağı. Yəni ən kiçik bucağı. Biraz da artırsan qaydacaq. Adını yazaq. Tam daxili qayıtmanın limit bucağı. Bəli. Yəni ki, uşaqlar, bu o deməkdir ki, əgər düşmə bucağı alfa 0'dan böyük olarsa, şua qayıdır. Yəni artıq digər mühitə keçmir, qayıdır. Orada alfa 0 təkcə. Nə oldu? Təkcə alfa 0. Təkcə alfa 0 şey tam daxil qayıtma limiti cavab verir. Bəli, bəli. Başqası o zaman verir. Beta 0. Bu düsturdan istifadə edib hər hansı bir mühitin sındırma misalını hesablamaq olur. Hesablayaq. Məsələn, bir mühitdən, məsələn, şüşədən deyək ki, lazer şüasını göndərsin, havaya çıxır da elə. Havaya çıxanda şüanın bucağını artırırsan, perpendikulyar gedəndə həmin bucağı ölçdün. Bucağı bilsən zaten cavab sındırma misalını hesablamaq mümkündür. Bir də nə demək istədim?
Ya da sınırdan salın bilsən, buzağı hesablayabilirsin. Ya o qədər də yox. Məqsəd sınıram sana hesablamaqda deyil, mən olsa bilirəm onu. Başa düşdün mü nə demək istədiyimi? Buzağı dəyişdikcə elə bir an gəlir ki, səthə paralel gedir və həmin buzağı ölçürsən. İkimiz də sualı təkrar edelim. İndi sual buydu ki, onu demək istəyirəm ki, məsələn, hər hansı bir mühitin, məsələn, deyək ki, təcrübə eləmək istəyirik, şüşənin sınırdan sana hesablamaq istəyirik. Şüşədən havaya işıq şüası göndəririk. Şüşədən havaya işıq şüası göndərəndə bu düstur ödənəcək də, havaya getirsən, sınırdan sonra birdir, düzdür. Və həmin o lazerlə göndərdiyimiz işıq şüasını yavaş-yavaş bucağını artırırıq və görürük ki, artıq səthə paralel getdi şu an. Səthə paralel getdiyi o bucağı qeyd edirik. Zaten sinusun bucağını yazsan, həmin bucağı yazsan, sınırdan əmsalını taparsın. Bir mühitin sındırma əmsalını istifadə edib, daha doğrusu buradan istifadə edib tapmaq olar. Uşaqlar, sınma qanunu belə idi, balaca bir dənə qeyd düşək, bunu da düşək. Lazım olacaq deyə onu da deyim. Əgər düşmə bucağı 0 olarsa, düşmə bucağı 0 olarsa, bu zaman şua istiqamətini dəyişmir. Düşmə bucağı 0 olarsa, şua istiqamətini dəyişmir. Yəni, düşmə bucağı 0 olmaq nə deməkdir? Səthin normalı ilə elə üst-üstə düşür deməkdir. Bir mühitdən digərinə keçən işıq şüası düşünək. Buradan gəlir məsələn işıq şüası bu şəkildə və yoluna dümdüz davam edir. Düzdür, mən xəttimdə düz davam eləmədi, amma son düzlə qəbul edir. Belə deyim də, səth ilə 90 dərəcə əmələ gətirirsə, elə dümdüz davam edəcək. Artıq orada sinus 0-la zaten qanunu yazmaya ehtiyac yox. Səth 90-lı, Səthlə 90 dərəcə, səth budur. Səthlə 90. Yəni, zaten cümlədə yazmışıq ki, əgər düşmə bucağı 0-da budur, düzdür, normal budur, çünki normalın üst-üstə düşür. O zaman da qanunun zaten düstur zaten yazmırsan, yəni dümdüz davam edəcək. Yəni, istiqamətini dəyişmir. Bitti. Qanunlar bitti. Keçirik ikinci başlığımıza, güzgülər. Bugün 2 başlıqdır. Yox, 2 başlığı keçək. Bir zaman qalsın. İkinci başlığımız dostlar. Güzgülər. A. Müstəvi güzgü. Bir tərəfi şəffaf olan cisimlərdir və işıq şüalarını geri yansıdırlar. Müstəvi güzgü bizim istifadə edilmiş gün həyatda gördüyümüz ən çox gördüyümüz güzgü müstəvi güzgüdür uşaqlar. Müstəvi güzgü ilə bağlı o prosesi görmək üçün bir dənə şəklini çəkək. Güzgüyə bax. Bu bizə güzgüdür. Müstəvi güzgüdən müəyyən bir məsafədə bir cisim var. Güzgünün üstünə nəyə görə bir dənə yaxşı adam kəsbi qoyublar? A nöqtəsi. A nöqtəsi, B nöqtəsi və dostlar müstəvi güzgülərdə xəyalların alınması məsələsidir bu. Hər hansı bir cisim, müstəvi güzgü, bu sol tərəfi gördüyünüz kimi şəffaf hissədir, digər tərəfi qaranlıq hissədir. Yəni burada artıq görüntü əmələ gələcək. İndi müstəvi güzgüdə qaydamız nətər? Deyək ki, bu cismin güzgüyə qədər olan məsafəsinə D deyirik. Buna deyirlər cisim məsafəsi. Yəni ki, cisimdən optik cihaza qədər olan məsafəyə nə deyirlər? Cisim məsafəsi. İndi bu cismin güzgüdə xəyal alınacaq. Xəyal alınarkən simmetrik olur müstəvi güzgüdə xəyal alınanda dostlar. Bunu deyim. Yəni necə qurursunuz? Doğru tərəfdə deyinişir. Necə qurursunuz bu xəyalı? Cəlacım, baxın məsafəmizdə A nöqtəsindən, hər iki nöqtədən simmetrik xəttə çəkik. A nöqtəsindən xəttimizi çəkdik. Buna deyək A iştirik.
B nöqtəsindən xəttimizi çəkək. Buna deyirik B iştirik. Qaydası bu cürdür dostlar. Birazdan çünki nümunələrdə görək bunu tətbiq edə biləcəksiniz. Güzgü necə verilir verilsin. İndi uşaqlar, bu əmələ gələn bu xəyal A iştirik, B iştiriklə göstərək və güzgüdən, yəni optik cihazdan xəyala qədər olan məsafəyə F hərfi ilə göstərdik. F olmur mu? Tutmadı. Döyüşdürük olur. Tutmadı. Yox, deyirəm, aklını tutmadı. F hərfi ilə göstərdik dostlar və müstəvi güzgüdə qaydamız necədir? Cisim məsafəsi xəyal məsafəsinə boş bərabər. Noktadan tutuşan, dövüşdür, yazarız. Xəyal. Başqa şey. Müstəvi güzgüdə belədir, amma digərlərində belə olmayacaq da. Ümumiləşmiş bir ad qoyuruq. Müstəvi güzgüdə bərabərdir, amma digər cihazlarda bərabər olmayacaq. Yəni, müstəvi güzgüdə qaydamız nətərdir? Cisim məsafəsi xəyal məsafəsinə bərabərdir. D bərabərdir F. Məsələn, belə bir sual verim sənə. Deyir ki, cisim güzgüdən 5 metr məsafədə dayanıb, cisimlə xəyal arasındakı məsafəni tap, yenə tələsdir. 10 metr olacaq. Məsələ burasında. Başqa bir dənə maraqlı sual deyil. Necə? Sual budur ki, deyir, cisimlə güzgüyə qədər olan məsafə 5 metrdir. Cisimdən xəyala qədər olan məsafəni tapılır. 5 olacaq 10 metr düzdür. Məsələn, bir dənə də maraqlı sual tipi deyim, bu da olacaq dim topluda qabağınıza çıxacaq. Məsəl üçün deyir ki, cisim 10 metr böl saniyə sürətlə güzgüyə yaxınlaşır. 10 metr böl saniyə sürətlə güzgüyə yaxınlaşır. Deyir ki, bu cismin xəyala nəzərən sürəti tapır. 20 xəyala nəzərən sürəti. Niyə 20 olur? Niyə? Çünki bu cisim 10-la bu tərəfə doğru gəlirsə, onun xəyalı da 10-dan bu tərəfə doğru gəlir. O zaman bunların nisbi sürəti nə qədər olur? Yəni V1-2 bərabərdir 20 metr bölünsün saniyə uşaqlar. Belə tipli suallar var. Deməli, uşaqlar, müstəvi güzgüdəki cisim məsafəsi və xəyal məsafəsi arasındakı əlaqəni bir dənə nümunə yazıb, ondan sonra davam edək. Bəncə onları topuşan deyim. Yox, daha qədər. Güzgü ilə çarpışırsan, mən denedim, olmadı. 20 ilə qaydarsan. Onda biz güzgüyə geçsək xəyallarımıza satarıq. Özü daha sürətlə satar. İlk və sürətlə. Satarsan ama elə bil ki, o çatdığın xəyal Əzrailin ola bilər. Əzraillə uzaq. Hə. Yəni nümunə. Nə mənada? Yəni görək güzgüdə o dediyim qaydanı bura tətbiq edə bilirik əsas məsələ odur. İndi misal üçün bizə belə bir dənə güzgü verir. Görünmür güzgü. Belə bir güzgü verir. Burada bir dənə cisim var. A, B. İndi deyir ki, Seymarcığım, bu cismin güzgüdəki xəyalını qurun. Quraq da. Quraq. Gəl. Gəl. Mən deyim, belə olur. Necə? Belə mən. Belə bir şey olacaq. Mən Təxmini bir şeylər demək, Trapesiya. amma bunun qaydası var. Haldır, hər bir söz deyil. simetrik kimi seçirəm. Simetrik köçürməyin qaydasını deyirəm, çünki bu şəkil daha sadədir. Həndirabad olsa sən rahat bir şey deyəcəksən. Həmişə rahat quracaqsan. Nədir məsələ? Uşaqlar, güzgü necə verilsin? Cismin başlanğıc və son nöqtələrinin simmetriyasını çəkirsiniz və salam. A nöqtəsindən başlayaq. Perpendikulyar şəkildə də güzgüyə. Xəttlərimizi ağır çəkib bu şəkildə, düzdür? Bərabər məsafə A nöqtəsinin xəyalı bərabər olmalı deyilmi? Bərabər məsafə. Bura A iştirik. İndi eyni şeyi B üçün eləyirik. B-ni də perpendikulyar şəkildə çəkirik. Eyni məsafə. Yəni bura nə qədərsə burada eyni olmalıdır. Bax, çəkirik, düzdür? Rəsmi qaydası bu şəkildə. Bura oldu. B iştirik. O zaman bizim xəyalımız. Taxılı öndə şey, güzgü falan. Gördünüz mü? Yəni qaydası budur ki, Fuad, çaşmamaq üçün birdən insan beynində canlanır. Bəzən uşaqlar bunu belə çəkir. Mən deyim, soruşmaq ayıb olmasın. Cismi nəyə görə oxulan çəkirsən? Yəni bir növ başlanğıc sonunu görək də. Belə göstərilir. Oxu sən başını.
qısa bu sol tərəfi pozaq. Müstəvi güzgü belə. Müstəvi güzgüdə xəyalın növündə deyək bu arada. Sonra bir də qayıtmayaq. Müstəvi güzgüdə xəyal necə alınır desə, eyni ölçülüdür. Onu bitirik, düzdür? Müstəvi, onda belə qeyd kimi yaza bilərik ki, müstəvi güzgüdə xəyal, müstəvi güzgüdə xəyal bir, eyni ölçülüdür, özü boydadır yəni. Mövhumidir, yəni şüaların özü getmir əslində, uzantısı gedir də, fikir verirsiniz, şüanın özü getmir, güzgün deşib keçənməz axı şüa. Uzantısı yaradır xəyalı, ona görə də mövhumidir. Və düzünədirmi, tərsinədirmi? Düzünə. 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 Düzünə də, yəni sən başı yuxarı durmursansa, xəyal kəlləməyə laf durmayacaq da, xəyal deyil, başı yuxarı olacaq. Ümumiyyətlə, uşaqlar, xəyalların kateqoriyasını deyim əvvəldən, çünki sonraki şeylərdə, cihazlarda emin lazım olacaq. Yəni, cisimlər eyni ölçülü, fərqli ölçülü ola bilər, yəni böyüdülmüş, çizilmiş ola bilər, mövhum ola bilər, həqiqi ola bilər, dostlar, bunu da deyim. Bir də düzünə ola bilər, tərsinə ola bilər. Yəni, bundan sonra xəyalların kateqoriyasını böləndə, bu üç fəza güzgüsü, necə? Müstəvi güzgü. Yuh olsun sən, müstəvi dediyimiz, yəni səthi düz olan güzgüdən söhbət ki. Böyle bir şey ölçülərdən söhbət edir. Fəza güzgüsü, bu boyda olsun. Hər tərəfdən baxın. Belə bir şey düzəltmək. Bunun içinə girdim. Hə, dostlar, B, başlayırıq B, sferik güzgü. Neçə güzgülər var? Elə müstəvi güzgüdür, sferik güzgüdür. Sferik güzgünün də özünə 2 dənə var və salam bitirəcək. Bu 2 dənə bölünən hansı müstəvi? Orada şey kələm ağlayır. Biraz ərazimiz bol olsun deyə bunları da pozaq. Müstəvi güzgüyə A yazmışdıq elə. İndi yazırıq B. Sferik. Sferik güzgü. Kürə forması. Yəni çevrə şəkilli də sferik güzgü və çevrə şəkilli bir güzgü olacaq. 2 dənə növ var dostlar, onu da deyək. A, yəni bir bunu bir dənə göstərək. Bir, sökük güzgü. Bəli. Sökük güzgü. Aynı sökük yazdım. 2. Qabarıq güzgü. Baxırıq da. Gəlirsən, oraya yaxınlaşan yerdə başına edirsən. Sökük güzgü uşaqlar. Sökük güzgü şəklini çəkməyə çalışırsam indi belə bu sökük. Sökük güzgü o deməkdir ki, işıq şüalarını sferik segmentin daxilindən qaytarır da, yəni məntiqli bir şeydir. Sökük güzgü içəridən qaytaracaq. Bildinizmi? İçəri tərəfi yəni güzgüdür, çöl tərəfi qaranlıqdır. Sökük güzgü bu deməkdir. O ştrixləyirəm ki, qaranlığı sizə görəsiniz burada. Sökük güzgü uşaqlar budur. Qabarıq güzgünün də forması əslində eyni cürdür. Sadəcə seyman nə fərqi olacaq? Yəni bu şəkildə bir şeydir. Burada görüntünü qaytaran hissə adı çöl üzüdür, qabarıq hissəsidir. İçərisi qaranlıq. Bu da qabarıq güzgüdür uşaqlar. Bu güzgünün əmələ gətirdiyi sferanın mərkəzindən keçən oxa deyirlər. Baş optik ox, tam mərkəzindən keçən oxa. Burada da mərkəzindən keçən oxumuzu çəkirik. Uşaqlar. İndi dostlar, əvvəlcə Fuad şüalara baxacağıq. Diqqətlə şüaları dinləsəniz, ondan sonra xəyallara özünüz də rahat qura biləcəksiniz. Yaxşı. İndi burada məsələn, deyək ki, sökük güzgüyə baş optik oxuna paralel şüa göndəririk uşaqlar. Sökük güzgüyə paralel şüalar göndərdikdə, yəni nəyə paralel? Optik oxa paralel şüa göndərdikdə uşaqlar, o şüalar məntiqli biraz fikirləşsən, zaten belə səth əylidir. Şüa belə düşübsə təxminən belə bir trayektoriya çizməlidir, elə deyilmi? İçəri səthə düşüb, güzgü belə daxil. Şüa gələcək, rikoşet aşağı doğru gedəcək. Bu şəkildə aşağı doğru yansıyacaq. Aşağıdan bir paralel şüa göndərən hissəyim var. Buradan paralel şüa göndərəndə bu da yuxarı. Və dostlar, maraqlı bir şey baş verir burada uşaqlar. Baş optik oxa paralel gələn şüalar, bütün paralel gələn şüalar o optik oxun üzərindəki bir nöqtədə kəsilir. Buna deyirlər focus point, ingiliscədə focus sözü var da, fokus nöqtəsi. Böyük F hərfi ilə işarə olunur. Böyük F. Nədir bu? Fokus nöqtəsi.
İngiliscə danışıram. Focus point, fokus məsafəsi. Fokus məsafəsi uşaqlar vahidinə olacaq məsafə olduğuna görə 1 metr olacaq, xəttkeş vasitəsilə ölçüləcək və dostlar, çökük güzgüdə fokus həqiqidir. Fokus həqiqidir, çünki şüaların özləri kəsişirlər. İndi baxırıq qabarıq güzgüyə. Qabarıq güzgünün baş optik oxuna seyma, paralel gələn şüa, indi biraz avaşsın, burada da fikirləşək, məntiqlə fikirləşək. Belə gələn şüa, paralel gələn, hara səpilər səncə, hara yansıyar? Yuxarı. Əylidir güzgün sərki, yuxarı doğru. Yuxarı doğru yansıyar, belə, bu şəkildə. Başqa bir dənə paralel şüa göndərək. Başqa bir dənə paralel şüa. Bu necə eləyəcək? Allah. Ancaq tərif verirsən. Hər şeyi alalım, sınma buzağı çox gözəl buzağı. İndi bunların fikir verirsinizsə, dostlar, baxın. Bir dənə fikir versəyim, sonra qeyd edərsən də. Uzuntuları kəsişir. Ay, burada şüaların özləri kəsişirdi. Burada şüalar, yəni yansımış şüaların özləri kəsişən uzaq. Ona görə də bunların uzantıları kəsişə bilər. Və uzantıları qabarıq güzgüdə yenə ixtiyari bir nöqtədə kəsişir hamısı. Həmin nöqtəyə deyilir fokus nöqtəsi və fikir verirsinizsə, bunun fokusu həqiqidir. Bunun yalandan olanı biz mövhum edirik. Bunun fokusu mövhum edir. Uşaqlar, başqa bir qeydimiz nədir burada? Bu güzgünün radiusu, bura düşür deyək ki, düzdür, radiusu buradır. Məsələn, bu güzgünün radiusu buradır, elə? Çünki çevrəyi tamamlasan, radiusu var axı bunun. Maraqlı bir şey budur ki, Fuadcığım, fokus nöqtəsi radiusun elə yarısına bərabərdir. F bərabərdir. L bölünsün 2-yə, burada da F bərabərdir. L bölünsün 2-yə. Yəni demək istəyirəm ki, sferik güzgüdə fokus nöqtəsi, sferik güzgülərdə fokus nöqtəsi o çevrənin radiusunun yarısına bərabər. Kəsir mərkəz olur, yarım çevrə mərkəzi olur. Yarım çevrənin mərkəzi demək olar, bilmirəm, mərkəz sözündə. Elə bir cür işlətdik ki, yarım çevrənin mərkəzi... Yarım çevrə olsa yarım çevrə. Hə, yəni mərkəz deyil, radiusla o qütb arasında, bu nöqtəyə də qütb nöqtəsi deyirlər, dostlar. Radiusla qütbün arasında tam ortasındakı nöqtə. Belə düşün də, belə bir nəticə çəkmək. Sənin üçün beyində canlansın. Mən beyində canlanıram. Mən səhvini tutursan. Ooo, əsəbləşən. Bura fokus nöqtəsidir uşaqlar. Burada R-dir. Yəni yarısına bərabər. Radiusun yarısına bərabər. Aha. Üstünə də yazmadıq, bura paralel gələn şüaları işlədik də. Söküşdə də, yəni buna deyək, paralel gələn şüalar. Paralel gələn şüalar, indi digər şüalara baxacaq. Paralel gələnlərin necə davam elədiyini gördük. Deməli, çökük güzgüdə paralel gələn fokusdan yansıyır, həqiqi bir fokusa malikdir çökük güzgü. Qabarıq güzgüdə isə paralel gələn şüalar, baş optikova paralel gələn şüalar səpilirlər kənarlara doğru. Ona görə uzantıları kəsişir. Fokus nöqtəsi artıq burada necədir? Mövhumudur. Son bir qeydimizdə dedik ki, əslində fokus nöqtəsi güzgülərdə radiusun yarısına bərabər. Birinci şüaya baxdıq. İndi ikinci tip şüaya baxaq. Bunu pozuram. Neçə tip şüa var? 3 tip. Fərqli, 60 Hayır. Amma sonra xəyallarımız da var, tələsməyin. Elə xəyal quracaq sizlə, səndən bir yerdə çoxlu xəyal görürəm. Səhərə qədər bilirsən. Paralel gələn şüaya baxdı uşaqlar. İndi fokusdan gələn şüalar. İki tipi qalıb. İkinci tip budur. Fokusdan. Bəli. Paralel gələn fokusdan gedirsə, fokusdan gələn necə getməlidir sizcə? Məntiqlə düşünə nəsə? Məntiq ora getdi. Necə? Məntiqimiz ora. Məntiqimiz getməyəm. Paralel gələn fokusdan keçirsə, fokusdan gələn şüalar... Paralel gedəcək. Ay, sağ ol, paralel gedəcək. Belə, fokusdan gələn şüalar paralel gedəcək. Evi ki, bayaqkən tərsidir. Və ya məsələn, aşağıdan göndərək şüanı bu şəkildə. Fokusdan gələn şüa varsa,
paralel gedəcək. Bayaqçının bir dənə fikir verirsə, oxların istiqamətləri fərqlidir. Qabarıq güclü nətər olacaq? Orada da fokusdan gəlmiş şu an. Geniş oldu. Burada fokusdan gələn deyəndə fokusa gələn ola bilər burada. Niyə? Çünki Çünki burada arxadan vuran. axı bu tərəfdən gəlir. Bura fokus nöqtəsi deyək ki, sən bana fikir ver. Bu tərəfin qaranlıq da buradan şüa gəlməz. Ona görə şüa buradan gələcək, fokusa gələn şüa. Uzantısı fokusa gələn şüa necə səpiləcək burada? Qəşəng. Paralel. Bu gün ancaq qəşəng deyirsən. Bir dənə mahnıda var qəşəng. Aynen. Videonun dayanır. Buranı aranjman eləyəsən. Güya uzantısı güya deyiləm. Çünki mənim xəttim çox olur. Güya uzantısı fokusa gedir. Uzantısı fokusa gedən şüa paralel şəkildə. Yəni burada fokusdan gələn, burada fokusa gələn yazaq. Fokusa gələn bu şəkildə gedir. Mənim o ışıqlar kəsir. Məsələn, mən buradan vururum. Uzaqdan yuxarı. Mən yuxarıdan vurduğum ışıq, aşağıdan gəlib vurduğum belə kəsər. O kesə bilir deyil, bir-birini değişir. Mənim orada Sonuncusu qaldı uşaqlar, sonuncusu. Aynen. Qütbə gələn. Qütbə gələn şüalar. Qütb nöqtəsi, bu nöqtədə dostlar, baş optik oxla güzgünün kəsişdiyi nöqtəyə deyirlər qütb nöqtəsi. Qütb nöqtəsinə gələn şüalar isə simmetrik qayıdır. Yəni bura alfadırsa, burada alfa olur. O şey yazdırsa bir tərəfdə. Yazma. Bunu qeyd edəmiz. Kırmızı. Həzin. Ben burada da elin Fokusa var. gəlir. Burada da elin. Hamısı lan, hamısı. Bütün o heç də bitti, o qeyd edildi. O bitti. O söhbət bitdi də, yəni o bitti. O bitti, dərs bitti. Hə, yazdıq. Qütbə gələn. Qütbə gələn simmetrik qayıdır. Yəni alfa bucağı altına düşürsə başa çıxaq, o da alfa bucağı ilə qayıdır. İndi qabarıq gücü ilə qütbə gələnə baxaq. Qütb nöqtəsi burada yenə baş optik oxla güzgünün kəsişdiyi nöqtədir. Deyək ki, qütbə belə bu şəkildə bir şüa gəlirsə, bu da elə simmetrik qayıdır. Bura alfadırsa, bura alfadır. Burada düşen şu an zaten. Düşən şüa qayıdan şüadır. Burada onların ad verməyə ehtiyacın yoxdur, çünki tərsi də olsa eyni şeydir təbii. Bu testimiz Tezimiz tapacaq yoxsa? Yox, yəni belə deyim də, 3 dənə fikir verdinizsə, 3 dənə şüa tipinə baxdıq. Hansılar idi? Paralel gələn fokusdan keçir. Fokusdan gələn paralel gedir, qütbə gələn simmetrik qayıdır. İndi biləcəksən harda istifadə edəcək. Bu 3 dənə şüanı yadda saxlayırsan, xəyalları quranda artıq bu bilgilərlə quracaqsan. İndi görəcəksə bir dənə xəyalı mən quracam Emil. Ondan sonra sən sonra Birincisi kursu. birinci mən xəyal qurasan. Sonra ben koyarım. Sonra da Bizə də bəyənsən. deyəsiniz. Şama da üfləyəcəyik. Hə, yazdıq mı? Bəli. Yazdı. Buraları qeyd ediniz, bitirdiniz. Neçə dənə şüa olursa, sən də bir dənə təkrar var. 3 dənə şüa. Hərsində də 2 dənə, 6 dənə. Yox, Yəni neçə dənə şüa tipi göndərdiniz? 3 cür hala baxdıq. Paralel gələn şüalar hər ikisi birində fokusda kəsişdi, həqiqi idi. Birində fokusdan, uzantısı fokusdan keçdi. Sonra ikinci şüalar fokusdan gələnlər idi. Bir də fokusa gedim. Qütbə. Fokusdan gələn, fokusa gələn, bir də qütbə gələn, qütbə gələn. Qütbə gələn, qütbə, yenə qütbə gələn. Tamam, yəni ancaq şəkilsizlər dəyişir. Qütbə gələn, qütbə gələn. Hə, səhvdirsə.
İndi xəyal qurmağa başlayırıq. Yazırıq sökük gücüdə xəyalın qurulması. Mövzunun sonlarında dostlar, biraz burasında da diqqətinizi verə bilsəz və salam. Sökük gücüdə xəyalın qurulması. Ofisinə də vuracaqdı. Bəli. O birisində, bunda biraz 6 dənə hal var, o birisində 1 dənədir. Vəssalam. 6 dənə hala baxacaq sökük gücü üçün dostlar. 1. Cisim sonsuzluqda olarsa. Cisim sonsuzluqda olarsa. Cisim sonsuzluqda olanda paralel şüaları göndəririk. Paralel gələn şüalar haradan keçirdi? Fokusdan. Hə, paralel gələn şüalar fokusdan keçirdi. Ona görə də cisim əgər cisim sonsuzluqdadsa, dostlar, xəyal F, xəyal məsafəsi F ilə işarə olunur. Xəyal fokusdan nöqtə kimi alınır. Fokusdan nöqtəyə? Nöqtə kimi alınır. Hə, fokusda. Fokus nöqtəsində. İndi tutacaqsan, biraz bir iki dənə də hala baxsaq, tutacaqsan nə demək istəyirəm. Cisim güzgüdən sonsuz məsafə uzaqda olarsa, ya paralel göndərirsən şüaları, bayaqdan demişdik, haradan keçməlidir? Fokusdan keçməlidir və sanki sən xəyalı fokusda nöqtə kimi görürsən. Birinci hal budur. Keçirik ikinci hala. Balaca F nədir bəs? Balaca xəyal məsafəsi idi, bayaq demişdim. D nə idi? Cisim məsafəsi. Qarışdırdığımız. 2, məsəl üçün, D böyükdür E olarsa. Gəlin baxaq, D böyükdür E olanda mı olacaq? Bura F'dir. Bura R'dir. Cismi qoyduq bura. İndi uşaqlar. Burasına mənə bir fikir verin. Bu hal xüsusi hal idi. Burada cisim çəkməyə ehtiyac yox idi. Burada cisimimiz burada demir. Bir dənə buna diqqətlə baxsaz, qalanlar öz-öz eləyəcəksiniz. 2 dənə şüa göndərmək bəs eləyirsə olur. Bax, cisim budur. Təpə nöqtəsindən, yəni baş nöqtəsindən birinci şuanı paralel göndərirəm. Həmişə belə eləyəcəksən sən. Paralel göndərdiyin hardan keçir? Fokusdan keçirdim. İkinci şuanı qütbə göndərsən. 2 dənəsi bəsdir. Qütbə göndərək. Qütbə göndərdiyim necə gəlir dostlar? Qütbə göndərdiyim simmetrik etməli. Yəni buradan belə. Düzdür? Harada kəsişdi? Fokusla elin arasında və cismi bax. Bu kəsişən nöqtəyə doğru çəkirsən cismi buradan, baş optik oxdan. İndi sənə bir sual. Fikir ver, xəyal necə alındı? Xəyal məsafəsi hardadır deməli? F. F-dən böyükdür, R-dən kiçikdir. Və sual, xəyal necədir? Tərsinədirmi, düzünədirmi? Düzünədir. Düzünədirmi, tərsinə? Cisim yuxarı baxır, xəyal. Elə deyirsiniz ki, mən deyirəm ki, həqiqin belə asan olmaz. Asandır, çox asandır abi. Bax, cisim hara doğru baxır? Yuxarı, xəyal. Deməli, xəyalımız burada. Yəni, bu halda xəyal. 1. Tərsinədir. Həqiqidir, mövhumidir. Mövhumidirmi? Şuaların özləri kəskim, həqiqidir. Böyüdülmüşdür, kiçildilmişdir. Şuaların özləri kəskimsə, bu həqiqi xəyaldır. Mövhumini görəndə fərqi tutacaqsan, mövhumini görməyi lazımdır. Orada uzanırsınız. İndi uşaqlar, bir dənə burası da var. Tərsinədir, həqiqidir və kiçildir. Real ölçüsündən kiçikdir xəyal, əlasan. Bir dənə də düsturumuz var burada. 1 bölünsün F bərabərdir 1 bölünsün D üstə gəlinsin 1 bölünsün F. Fokus məsafəsi, cisim məsafəsi və xəyal məsafəsi arasındakı əlaqə düsturu. Üçüncü hal, D bərabərdir R olarsa. İndi Hüseyin var, neçə dənə şüa göndərən var? 2 dənə. Birini həmişə özün burada paralel. Özün paralel göndərdim, haradan keçir cəlab? Gözəl.
Fokusdan mən keçirəmədim, siz keçirin. Fokusdan ikincisi qütbə. Qütbə göndərdiyim necə simmetrik getməlidir belə. Eyni ölçüdə olur. Eyni ölçü olmalıdır. Yəni deməli D bərabərdir E olanda Avoş. F də bərabərdir E olur. Və cisim necə olur, xəyalımız necə olur burada daha doğrusu? Xəyal. Düzünədir, tərsinədir Seyfər? Tərsinə. Tərsinə. Həqiqi. Həqiqi. Amma eyni ölçüdə. Eyni ölçü. Eyni ölçü. Ay, sağ ol. Düstur da ödüyor. Düsturumuza bax. Eyni. Düstura fikir ver. D'nin yerinə bax fikir ver. 2F yaz. Çünki R 2F-ə bərabərdir. Radius 2F-ə bərabər idi. D'nin yerinə 2F yazsan, Seymar. F də nə olmalıdır? 2F olmalıdır. D-nin yerinə nə iki yazır? Çünki cisim məsafəsi R daxı. R nəyə bərabər? D ilə F-in yerinə R yazaq. R nədir? 2F deyilmi? R 2F deməkdir də. O da D'nin yerinə 2F yazsan, fikir ver bir dənə üstürə bax. 1 bölü F bərabərdir. 1 bölüsün 2F. Üstə gəlirsin 1 bölü F. Buradan 1 bölü F tap. F də R-ə bərabər. 2F də 1. D2F deməli. F də 2F-dir. Bəli, D 2F-dir. D R-dir. R də 2F-dir. D R F də R-də. Yox, onu demək istəmirdim. D R olanda niyə F R olur? Onun sualın cavabı vermək istəyirəm. Bura düsturdan ödüyor yəni demək istədiyim odur. Düsturda sən D-nin yerinə 2F qoysan, F də 2F alınır. Tamam mı? Dördüncü. Bu düsturu tətbiq eləmişəm. Ha, o düstur niyəsi yoxdur, yəni arasındakı əlaqə düsturdur. Həmişə ödüyor da bu hal. İndi desəniz ala Onu keçin. hardan bilirsiniz ki, yəni o nöqtədə gəlir? Yaxşı sual uşaqlar, hardan bilirik? Əgər sizdə çizgili dəftərdə də, çizgili dəftərdə dəqiq çəksən, yəni nə demək istəyirəm dəqiq deyəndə, çevrənin fokus nöqtəsini dəqiq çək, xətt keçirən zadına. Yenə məsafəni düzgün saxla. Məsələn, bura 3 sm-dırsa, burada 3 sm olsun. Çünki 2 qat olmalıdır şey var. Evdə xəttkeşlə denəsən, cavabı 100% belə alacaqsan. Bu təsdiqlənmiş bir şeydir. İndi mən burada şəkillərdə biraz, təbii ki, lövhədə çəkəndə tam simmetrik olmur deyə biraz fikir verirsiniz, biraz xətalar olur da. İkinci bir şey var. Yəni dediyim kimi, düzgün çəksəz 100% belə olacaq. Ged evdə maraq olsun deyə, həm də öyrənmək üçün. Bir dənə elə-belə xəttkeşlə zaddan götürüb çəkin. Yaxşı? Transport ilə falan. Tam düzgün alacaq, 100%. 100% düzgün alacaq. İkinci bir şey, düstur da ödüyor. Bu həm düsturla sabitdir, senin usalı verdin qulaq asmadın. Həm düsturla sabitdir, senin. Həm də dediyim kimi, əgər həndəsi olaraq düzgün çəksəniz figurları, 100% doğru verəcək. Nesəniz ala keçirik? Dördüncü Xətti qıraqda kəsişdir. Nə onu eləyim indi? Ev yox, qalsın. İndi cisim məsafəsi olacaq. F-dən kiçik. Yerdən balaca. Fıdırı. F. R. Cismi qoyduq bura. Seymur, sən deyirsən, listəni şu an göndərdik. İki dənə şansını göndərsək bəs edir. Aha, birincisi. Biri Paralel. Paralel gəldi. Hardan F-dən F-dən keçdi. İkincisi, Qütbdən göndərdik. qütbə göndərdik. Qütbdən qayıtdı. Qayıtdı, biraz bunu da uzaq. Dediyim kimi. Yenə R-dən F-dən olsun. Belə bir şey olacaq. Belə. amma böyüdülmüş olacaq. Ay, sağ ol. Çünki Düzünədir tərsinə. Xəyallarda alındı. F böyükdür, R-dən alındı. Düzdür? Xəyalımız. Xəyalımız necədir burada? Müəllim, bu mümkün hallardır, belə. Bəli, bütün hallarda, ola biləcək bütün halları çəkirik. Xəyal necədir burada? Tərsinədir. Həqiqidir. Böyüdülmüşdür. Böyüdülmüşdür. bunu da testə kontrol edir. Bəli, soruşa bilər testlərdə qamanında çıxacaq da, yəni cisim burada olanda xəyallar damılır. Sən işlədikcə öyrəşəcəksən, fikir verirsinsə bayaqdan da var. Maraqlı bir şey əmələ gəlir. Cisim yaxınlaşdıqca xəyal uzaqlaşır. 5-6 dəfə bir nümunə yazılandan sonra əliniz öyrəşəcək də, özüm məsələn avtomatik mən baxanda bilirəm ki, R-dən F arasında olanda R-dən böyük olmalıdır xəyal. Neçənci hala gəldik? 5. Az qalıb, Fuad biraz da səbr edər. Opsiyonu nə çaldı mənim? Orada 1.
Düşünməyəcək xəbər. O bir-birindən belə. Bu qədər dua eləməm ki, Şuşaya alma, namazdan da. Sabah oruçsun. Hə, sabah namaz da Şuşaya alma. Ya Rəbb. Axırıncı sınıfda müəllim. Bir dəqiqə. Yaxşı müəllim. Yaxşı. And içmədi. Neçənci hal verirsən? 5. 5-ci hal. İndi hara qoyacağıq cavab? Ayısınız olmadı. Biz çəkirik. F-dən də Əlim oradan yazdım. Tək sən xoşbəxt ol deyir. Əməli. Hə. Oradan çəkməyin də istəyirsən. Eləmi? Yaxşı düşmür. Bəli. Tamam, buradan çəkim, bunları da baxdırır. Özünü görüb deyir. Evdə oturup bu kadar. Deməli, orada kəsişmə də var. Yaxşı. Çəkmişdim deyirsən. Bura yaxşıdırmı? D-dən kiçik oldu. Hə? D-dən kiçik oldu. Mən bu arada çəkirəm. DF-dən kiçik olan, hal-hazırda DF-dən kiçik olan haldır mı? Hardaydıq ən son? DF-in üstündə. DF-in üstündə olsun. Tam üstündə olsun da, olar mı? Olsun. Niyə də olmaz? Olsun sizin Siz xətrinizdə. istəyirsiniz olsun. Bura F-dir, Burada kəsişmə. bura R-dir. İndi cismi qoyduq bura, uşaqlar. Buyur, Emir. Birinci uşaq. Paralel. Paralel göndərdiyim. F-dən keçdi. F-dən keçdi. Qütbə göndərdiyim. Göndərdik. Simmetrik. Simmetrik getdi. Fikir Kəsişmir. ver. Paralel kəsişmir. Xəyal sonsuzluqda alınır. Alınır ki. Yəni yoxdur, çünki sinonimdə, xəyal yoxdur. Hə. Bir qaldı. Qaldı sonuncu halımız dostlar. 6-cı hal. 6-cı hal. İndi bu Cəlalın dediyi kimi D kiçik F olacaq. DF-ə bərabər olmaq nə demək? DF-ə bərabər olmaq cisim məsafəsi fokusa bərabərdir. Yəni cisim fokusdadır deməkdir. Qılçası. Hə, olsun. Onlar cisim məsafə bayaqdan da nə edirik biz? Məsələn, evdən böyükdür, evdən uzaqda çəkirik. Sol tərəfdə. Evdən bayaq sol Mən tərəfdə. bəlkə böyle sağa götürdüm. Halal olsun, həqiqətən. Sevdən, yəni güzgüdən böyükdür deyirsən. Güzgüdən olan məsafədən. Estağfurullah. İndi hara qoyacağıq? Biraz da yaxınlaşdı. Biraz da yaxınlaşdırırıq. Sonra heç anlamaz. Atılma getdi. Evdə gəlib bax. Hə, evdə dediyim kimi uşaqlar, bu mövzuda hallar çoxdur. Hamısını deməsəm də olur. Evet, dinləyirsən. Bir dənə evdə eləyəcəyin şey deyim. Arada bir öz üçün A4-ü qırara qoy. Görə heç baxmadan dəftərə çəkə bilirsən. Dediyim kimi bir dəfə öyrəşsəniz, sonra yadında qalacaq. Çıxmayacaq yadından. İndi sonuncu halımız çökük güzgüdə. Fokusdan kiçik. Fuad. Birinci şuanı necə göndərirəm? Paralel göndərirəm. Fikir ver, burası maraqlıdır. Paralel göndərdiyim şuanı necə keçməlidir? Fokusdan keçməlidir. Bu belə fokusdan keçir. İkinci şua qütbə gəlir. Qütbdən gələn simmetrik getməlidir. Şuaların özləri kəsişənməz. Uzaqlaşır axı çünki şua. Amma nəyi kəsişə bilər? Uzantısı kəsişə bilər dostlar. Uzantısını çəkirəm, uzantısını fikir ver. İndi bu xəyal. Həqiqidir, mövhumidir. Mövhumidir. Möhtəşəmsən, yakaladın. Böyüdün. Böyüdülmüşdür xəyal haqqında Niyə danışaq. məhrum idi? Niyə mövhumidir səncə? Bayaqçılardan fərqi görmürsənmi? Görəməyim. Nə demək? Özün de Çöldə yerləşir. çöldə yerləşmək deyil ki, əsas. Xəyaldan da. Uzun pullar. Nə gəldi deyil, uzunluq, xəyal, qaranlıq. Ben hiç uzamış. Bayaqdan yazdığımız bütün hallarda şuaların özləri kəsişirdi, özləri kəsişirdi və xəyal edirdi. Amma burada şuaların özləri yox, amma uzantılar kəsişirdi. Sən dediyin temada doğru əslində. Digər hallarda güzgünün elə cisim qoyulan tərəfdə alınırdı xəyal. İndi əks tərəfdə, qaranlıq tərəfdə. Xəyal deməli burada düzünədir. Bəli. Böyüdülmüşdür. Böyüdülmüşdür. Böyüdülmüş. Mövhum idi. Çökük güzgü bitdi uşaqlar. Bu sol tərəfə yazmışsa pozur. Yazmırsan sol. Baton aşağıdan yazılanda. Ne yazık? Sonuncu, yəni qabarıq güzgüdə xəyal almağı bir dənə haldır zaten. Böyük aldı. 7 tane. 6 hal çökükdədir. Yor yazıldı yaxşı. Bir halı qabarıq. Hal işini toplayır 7 dənə bu hal var yazılır. Başlıqlar toplayanlar da var. 3 başlıq var da ki burada xəyala. Ancaq başlıqlar. O mənə. Herkes yazır. Qabarıq güzgüdə xəyalın alınması. Belə yazısı çətin bir iş. Bu görüləşi bilir ki,
Mesela Əmrəvadi bir şey olacaq. Qaranlıq. Bəli, Şuşanı öz keyfimizdən göndəririk biz. Səhərdən də biz nə edirik? Şuşanlar Neçə dənə uşaq Mörtə göndəririk? göndəririk. Neçə dənə uşaq göndəririk? 3 saat. 2 dənə uşaq. Yani 3 saat olur. Allah nə deyil. Bu qədər zəka yaxşıdır. Mən nə dedim? 2. Sən Şuşanı. 3 uşaq var, hep ikisini göndərir. Dünyada neçə uşaq? 2 dənə, biri bizim də. İndi qabarıq güzgüdə xəyalın alınması yalnız bir halda istədiyim yerə qoya bilərəm cismi. Məsələn, burada qoyaq sizin xətrinizə. Cisim burada olsun. Yenə eyni temadır. 2 dənə uşaq göndərəcəm. First one. Paralel. Paralel gələn necə getməli idi? Elə səpilməli idi ki, uzantısı fokusdan keçsin. Bir bu. İkincisi, Fuad, qütbə. Qütb nöqtəsində gedən simmetrik getməlidir. Fikir ver, uzantısını seçilən. Uzantısı kəsişdi burada. Uzantı kəsişdiysə həqiqidir, məfhumidir. Onda dostlar, qabarıq güzgü üçün bu söz əlavə edə bilərsiniz. Həmişə, bir dənə dediyim bir hal var. Həmişə, başqa bir halı yoxdur. Hələ qoyursan, qoy cismi. Həmişə cismin, yəni xəyalı necə alınacaq burada? Həmişə xəyal məfhumidir, kiçildilmişdir, düzünə. Birin hara göndərdik? Kiçildilmişdir. Adı buyur. Başqa ara qoy. Başqa heç nə üstünə qoy. Evdə çək özün üçün, məsələn məşq elə, apar bura qoy. Apar bura qoy. Yeni, həmişə yeni. Yeni. Həmişə yeni uşaqlar. Beləcə bir qeydimiz də deyirəm, mövzu bitirmək olar. Bir dənə kiçik bir dənə qeyd yazırıq. Müəllim kiçik Xətti böyütmə. Çünki sizin başınızı bişirməsə mövzu bitmir. Az qalıb deyə Qaynağı baş verir. Yazırıq xətti böyütmə. Kiçik bir deyildi də yəqin. Kiçik bir qeyd, bəli, xətti böyütmə. Xəyalın hündürlüyünün cismin hündürlüyə nisbətinə bərabər olan kəmiyyətdir. Necə mən deyim? Xəyalın hündürlüyünün qamma hərfi ilə işarə olunur. Xəyalın hündürlüyünün cismin hündürlüyünə olan nisbətidir. Marif nədir? Qamma. Səfir. Haydi onu seç yox. Yox, bir halı üçün nümunəsi göstərir. Bu başqa şeydir. Qorxa bir mövzu izah edir. O nətər bir dünyada. Qorxa sual izah edir. Yox, vallahi elə deyil. Bunun hündürlüyü H-dır, bunun hündürlüyü H-dır. Uşaqlar demək istədim ki, hər hansı bir nümunəni göstərdim əməcim. Həqiqətən yeni hal deyil, onu deyim. Məsələn, cisim burada yerləşəndə xəyal burada alınır və xətti böyütmə əmsalı deyiləndə xətti böyütmə əmsalı yazaq da. Mən deyim. Hacı. Qabarıq güzgüdə var ya, E ilə F-in arasında burada alınır, o birisi F-lə F-dən bu tərəfdə alınır həmişə. Necə eləyirsən? E ilə F-in arasından. Orada harda alınmağın önəmi yoxdur. Sadəcə bilir ki, həmişə bir alınır, həmişə ikisi alınır. İndi gözəl insanlar, H+H sizə bir dənə həndəsi olaraq belə bir oxşarlıq şey desəm. H-ın H-a nisbəti bəli. Cisim məsafəsi D idi də, düzdür? D-nin F-ə nisbətinə bərabər olmalıdır. Nə deyir? Üzr istəyirəm, D-nin F-ə deyiləmək, tərsinə də xəyalın hündürlüyünü bölmüşsünüz. F-in D-nin nisbətinə bərabər olmalıdır. Tərsinə bölmüşük, xəyalın uzunluğunu, cismin uzunluğuna bölmüşük. Zaten baxanda görürsən də H bölünsün H, birdən böyük verəcək burada, F bölünsün D, yenə birdən böyük. Üst uzaqların oxşarlığı da buradakı üst uzaqları inşallah görə bilirsiniz də üst uzaqları. Ben de. Və salam, təşəkkürlər uşaqlar. Gedək.